Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Mart ayının 4-də Nəsirraz kəndinin sürüsü çıxdı örüşə. Gedir, saat 11-dir. 2 saat o tərəfə, 2 saat bu tərəfə. Gələk tezləndən çıxaq. Sürüyün qabağı ilə itlər getdi. Dərlənin selavı kontrol edirlər. Qurt-quş yoxdur, görsünlər yolda. Heyvan nəsə çox sakit irəliləyir. Ya qış boyu çox yorluq çəkib üzülüb. Ola bilsin ki, səhər yem də veriblər, həvəs yoxdur örüşə getməyə. Sürüdə qoyundan keçidən çox it var. 2 dənəsi arxada, 3 dənəsi öndə. Hələ sürüdən sonra da bir səs gələcək. Heyvan da yerin üstündədir, nədirsə sürüdə heyvan az görsənir. Bəlkə arxadan da heyvan gətirəcəklər, əksəriyyətdə keçidir. Qoyunları saymaq olar, 15-20 dənə. Arxadan itin biri şığıdı. Qabaq itlərin yanına. 5 oldular orada. Məliyən qoyun keçilər, ola bilsin ki, bala verib. Balaları tövlədədir, ona görə məliyirlər. Nələri salamat qalan. Bugünkü videolarımız biraz qısa-qısadır, internetin sürəti də yoxdur. Çəkdiyimiz videolar əlimizdə qalmasın deyə qısa metraj eləyirəm. Salamat qalın.